Deməli, Göygöl rayonunda 5 polis bir qıza təcavüz eləyir. Deməli, bir yol polisi serjantı Kamran adında bir qızı sevir, alladır. Səni alacağım, səninlə evlənəcəm deyə bir bakirə qızı aldadır. 20 yaşından haza 18-19 yaşında qızı aldadır. Və deyir, biraz çıxaq da gəzə eləyək. Bu qızı götürür, aparır serjant. Bilirsiniz, serjantların da yanında reis olur da, belə zabit polis olur da. Bütün yol polis maşınlarında bir zabit olur, bir serjant. Deməli, bu istəmək adından Kamran adında şərəfsiz yol polisi serjantı qızı evlənmək adı ilə aldadaraq aparır reisinə bakirəliyini pozdurur. Dalıncaq özü qızı yenə də bakirəliyini, özü bakirəliyi pozulan qızı dərhal özü də əlaqəyə girir və dalıncaq post patrol maşını bunları təsadüfən görür ağaçların arasında. Post patrol maşınından da 3 nəfər tökülür. Növbə ilə bir qızı 3 post patrol, 2 yol polisindən sonra da 3 post patrol qızı növbə ilə əlaqədə olurlar. Və nəticə etibarilə aləm dəyər bir-birinə. Deyilənə görə qıza maşına minən kimi sokun içinə uyuşturucu, vazbucdatel, necə deyə həvəsləndirici dərman qatıblar. Qız özünü bilməyibdi. Deyələmə, onların tərkibi narkotik olur bilirsiniz. Yəni Göygöl rayonunda 2 yol polisi, 3 dənə də post patrol, 5 polis bir qıza təcavüz eləyir. Və nəticə etibarilə qız pis vəziyyətdə tökülə gəlir evə gəlib hadisəni danışır ayılan kimi və qızın bütün qohum əqrabaları tökülürlər polis şöbəsinə. Polis şöbəsinə tökülürlər, qırğın dava çıxır Göygöl polis şöbəsində. Xüsusilə qızın qadın qohumları daha çox tökülür. Dərhal reis Vilayət Eyvazov Daxili İşlər Nazirinə məlumat verir. Daxili İşlər Naziri təcili o 5 dənə polisin 5'ini də işdən azad eləyir. Amma pullarını alaraq, hərəsindən 5 min, 10 min, 50 min alaraq onların cinayətçi qaldırılıb həbsə girmələrinin qarşısını alır. Artıq cinayəti gizlədirlər. Sadəcə 5 polisin işdən çıxarılması ilə cəmaatı yatızdırıb aldadırlar. Mən polis o qızı istəyən Kamranın adını öyrəndim. Kamranın. Amma Göygöldə şərəfli insanlar varsa, əlbəttə ki şərəfli insanlar var, amma bizi izləyən şərəfli insanlar varsa, o polislərin 5'inin də, qızın da adını bizə bildirməlidirlər mediaya. Yoxsa artıq bu işi bağlayırlar.